Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, əziz fermerlər, dəyərli zəhmətkeşlər. Siz fermerin real dostu verilişinə baxırsınız, Real televiziyasında. Biz hal-hazırda ənənəvi studiyamızda deyilik. Canlı yayımdan Expo mərkəzindən sizə verilişi təqdim edəcəyik. Bu ilk dəfədir. Mənim adım Ruslan Zeynaldır və bu il keçirilən Caspian Agro Week sərgisindən sizə maraqlı məqamları çatdıracaq və təbii ki, maraqlı həm söhbətim var, hər zaman olduğu kimi fermerin real dostu buradadır. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov. Anar, mən sizi salamlayıram və fermerlərin görüşünə Caspian Agro Week sərgisində xoş gəlmişsiniz. Çox sağ olun. Mən də fürsətdən istifadə edərək bizi izləyən bütün tamaşaçıları salamlayıram və bir çox yeniliklərə imza atan Caspian Agro Week düşünürəm ki, fermerin real dostu verilişinin də ilk dəfədir ki, canlı olaraq çıxmasında bu da böyük bir uğurdur və mən bütün bizim izləyicilərimizi, bütün heyəti hamısına təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun. Anar müəllim, çox sualım var və maraqlı məqamlar var bu sərgi çərçivəsində. Suallarımı ünvanlayacağım sizə. Gəlin əvvəlcə ondan başlayaq ki, may ayının 6-sında Caspian Agro Week sərgisi çərçivəsində nazirlər səviyyəsində beynəlxalq konferans keçirildi. Bu konferans çərçivəsində hansı məsələlər müzakirə olundu? Sizdən eşidək. İlk öncə onu qeyd etmək istəyirəm ki, bilirsiniz ki, hər il Caspian Agro sərgisi keçirilirdi. Keçəndən başlayaraq 4 gün keçirilməyə başlamışdır. Bu ildən isə yeni konsepsiyadan artıq bizim sərgi keçirilməyə başlanmışdır və bu ildən artıq Caspian Agro Week formatda keçid olmuşdur. Bu nədir? Nəyə ehtiva edir özündə? Birincisi, təbii ki, bizim öyrəşdiyimiz, bildiyimiz sərgi hissəsidir. İkinci hissə bizim nazirin tabeli qurumlar tərəfindən həyata keçirilən il ərzində beynəlxalq forumlar, konferanslar artıq vahid konsepsiya əsasında Caspian Agro Week çərçivəsində keçirilməyə başlamışdır. O cümlədən də bizim digər komponentimiz sahə səfərləri təşkil olunmasıdır ki, bizim Azərbaycanda innovativ təsərrüfatların fəaliyyəti ilə yaxından tanış olması üçün həm bizim yerli mütəxəssislərimiz üçün, həm xaricdən gələn və sərgidə iştirak edən qonaqlarımız üçün bu səfərlər təşkil olunur ki, artıq Azərbaycanda da uğurlu təsərrüfatların fəaliyyəti daha geniş ictimaiyyətə təqdim olunsun və sizin sualınıza gəldikdə isə qeyd etmək istəyirəm ki, bəli, artıq dünəndən başlayaraq bizim bir sıra forum konferanslarımız başlamışdır. Dünən 5 ölkənin Kənd Təsərrüfatı Nazirinin iştirakı ilə konferans keçirilmişdir. Orada əsas məsələlər təbii ki, qlobal məsələlərdir, ərzaq təhlükəsizliyi, qlobal iqlim dəyişikliyi və bu sahədə hər ölkənin gördüyü işlər, öncədən proqnozlaşdırılan problemlərin həlli istiqamətindən hansı ölkə, hansı addımlar atır və burada da təbii ki, çox maraqlı bir fikir mübadiləsi getdi. Burada həm Gürcüstan, həm Özbəkistan, həm Belarus, həm Gürcüstanın nazirləri burada açıq diskussiya formatında fikir mübadiləsi apardılar və təbii ki, burada hər ölkə burada böyük nümayəndə heyətindən iştirak etmişdir. Bir çox paneldə iştirak edən nazirliklərin də burada milli pavilyonları var idi və onlar da bir çox şirkətlərlə burada təmsil olunmuşdur və ümumilikdə düşünürəm ki, bizim nazirlər səviyyəsində keçirilən tədbir çox uğurla həyata keçmişdir. Çünki bir çox həmin paneldə iştirak edən ölkələrin gördüyü işlər müzakirə oldu. O da bizim yerli şirkətlərimiz, xarici şirkətlərimiz də iştirak etmişdi və bizim həmin tədbir günün sonunda artıq baş tutan sahə səfərləri ilə baş tutdu və bizim həmin sahə səfərlərində Grow Group şirkətinin istixana kompleksinə biz baş çəkdik həmin rəsmi şəxslərlə və orada həmin ölkədə müasir istixana komplekslərinə sahib olan şirkətin gördüyü işlər, tətbiq elədiyi innovasiyalar, onların ixrac imkanları, hansı ölkələrdən hansı əlaqələr qururlar geniş şəkildə müzakirə olundu və sevindirici hal odur ki, Türkiyənin, Özbəkistanın nazirləri də həmin o şirkətdə baş verən bütün o istehsalat prosesləri ilə çox yaxından tanış oldular, maraqlandılar və hətta bildirdilər ki, bizim ölkədə də bu kimi təsərrüfatlar yaradılması çox böyük ehtiyac vardır. Bizim digər sahə səfərimiz Abşeron Olive Garden-a baş verdi, hansı ki, bizim bilirsiniz ki, Azərbaycan xüsusən də bu zeytun və zeytun yağların ixracında yaxşı pozisiyaya malikdir və orada da bizim nümunəvi təsərrüfat olan Abşeron Olive Garden-da orada istehsalat prosesi ilə tanış oldular yaxından, yeni salınan zeytun bağları ilə tanış oldular. Digər bizim təsərrüfatımız isə Grand Agro In Vitro'dur ki, hansıda ki bizim təsərrüfatda
müxtəlif istiqamətli bitkilər üzrə in vitro üsulu ilə becərilən calaqaltılar təqdim olundu, tinglər nümayiş olundu və həmin ölkədən gələn rəsmi qonaqlar üçün də çox maraqlı bir məlumat oldu və ümumilikdə mən qeyd etmək istəyirəm ki, bu sahə səfərləri təkcə burada təmsil olunan rəhbər heyət üçün deyil, sabahdan başlayaraq bizim gün ərzində bir neçə dəfə həmin sahə səfərlər təşkil olunacaqdır. Burada fermerlər gedəcəkmi o səfərlər? Ən vacib sual. Orada təbii ki, ilk öncə biz düşünürük ki, xaricdən gələn şirkət nümayəndələri üçün bu maraqlı olacaqdır və ilk növbədə onlar üçün nəzərdə tutulur. Amma təbii ki, fermerlərin də iştirakı nəzərdə tutulur. Ümumi olaraq sərgini ziyarət edən şəxslərin də təklif olunacaq ki, onlar müxtəlif saatlarda avtobuslara yaxınlaşsınlar və həmin sahə səfərlərinə gedənlərin arasında olsunlar. Və ümumiyyətlə qeyd etmək istəyirəm ki, bizim bu sərgilərdə fermer yönümlü olması üçün, fermerlərə daha əlçatan olması üçün bizim 50-dən çox bölgədən minlərlə fermerlər artıq 3 gündür ki, sərgini ziyarət edirlər. Cəlb olunublar, iştirak edirlər və sevindirici hal odur ki, bizim fermerlərimiz mütəmadi olaraq stendlərə yaxınlaşırlar, burada təşkil olunan panellərdə iştirak edirlər və sabah bizim o sahə səfərlərində də biz dəvət edəcəyik ki, yaxından iştirak eləsinlər və fermerlərimiz hər il onların marağı daha çoxdur bu sərgiyə, çünki artıq sərgilərdə fermerləri birbaşa olaraq bizim sadə zəhmətkeş fermerlərimizi maraqlandıran müzakirələr, onları maraqlandıran xidmətlər və yaxud da ki, arası məhsullar ətrafında daha çox sərgilər, stendlər təşkil olunur ki, fermerlərimiz də burada təkcə özlərlə deyil, yəni ailə üzvlərlə birlikdə sərgi ərazisinə daxil olduqda həm sərgiyə ziyarət etmək, həm də ki, daha öz vaxtlarını səmərəli təşkil etmək üçün bütün şəraitlər yaradılmışdır. Çox sağ olun. Anamən, biz hal-hazırda Kənd Təsərrüfatı Nazirliyinin stendindəyik. Tamaşaçılara da məlumat verim. Bax, bu stend hal-hazırda gördüyünüz stend bizim verilişimiz, yəni Fermerin Real Dostu canlı olaraq yayımlanır. Maraqlıdır ki, Kənd Təsərrüfatı Nazirliyinin stendini bu il hansı komponentlərlə zənginləşdirmişsiniz, nələr var və bugün sərginin artıq 3-cü günüdür, düzdürmü? Sərgiyə, daha doğrusu stenddə maraq nə dərəcədədir? Çox sağ olun, Ruslan, mənim sualınıza görə qeyd etmək istəyirəm ki, biz Kənd Təsərrüfatı Nazirliyinin stendindəyik hal-hazırda. Buradan canlı yayıma qoşulmuşuq və bizim arxamızda olan bu həm video görüntü, həm posterlər məhz Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bölgələrdə təşkil olunan fəaliyyəti əks etdirir və bizim aqrar sahədə dövlət dəstəyi panel müzakirələri keçəndən başlayaraq Aqrar Biznes Festivalı çərçivəsində uğurla həyata keçirilir. Artıq biz bütün iqtisadi rayonlarda 20-dən çox bu kimi tədbirlər təşkil eləmişik və burada bizim nazirliyimizin Aqrar Kredit İnkişaf Agentliyi ilə yanaşı, hansı ki birbaşa olaraq bizim fermerlərimizə həm subsidiyaların təqdim olması, həm də ki müvəkkil banklar vasitəsilə güzəştli kreditlərin verilməsinə dəstək olur. Eyni anda bizim nazirliyin digər qurumu Aqrar Sığorta Fondu burada geniş şəkildə təmsil olunub, hansı ki burada birbaşa olaraq bizim fermerlərimizin öz təsərrüfatlarını becərdiyi məhsulu sığortalaması üçün dövlətlə bərabər bu prosesə qoşulurlar. Xatırlatmaq istəyirəm ki, bilirsiniz ki, bu sığortanın 50%-ni məhz dövlət qarşılayır bu istiqamətlər üzrə və həmin bu Akiyanla Sığorta Fondu ilə yanaşı bizim bir sıra dövlət qurumlarımız var ki, hansı ki birbaşa olaraq fermerlərə dəstək göstərir. Mən çox fürsətdən istifadə edərək təşəkkür bildirmək istəyirəm ki, ümumilikdə aqrar sahədə dövlətin dəstək panel müzakirəsində 6 mərkəzi icra hakimiyyəti orqanı, yəni 6 nazirlik və onun 10-a yaxın tabirli qurumların iştirakı ilə, Sahibkarlar Konfederasiyasının iştirakı ilə, banklar, bank olmayan kredit təşkilatlarının iştirakı ilə bu panel müzakirələr bölgədə təşkil olunur. Və misal çəkmək istəyirəm, Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti ilə bağlı bilirsiniz ki, Dövlət Məşğulluq Agentliyi bölgələrdə özünü məşğulluq dövlət proqramı çərçivəsində bizim fermerlərimizin yanında da dəstək göstərir. Bizim Peşə Təhsil Dövlət Agentliyi, hansı ki birbaşa olaraq aqrar ixtisaslarla bağlı tədris prosesini təşkil edir. Bizim yüzlərlə, minlərlə hər il peşə məktəbini bitirən gənclərimiz var ki, hansı ki onlar da hər zaman daha yaxşı əmək haqqısı olan iş axtarışındadırlar. Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Biznes İnkişaf Fondu, yəni o qurumlar hansı ki birbaşa olaraq fermerə dəstək göstərirlər, onların hamısının iştirakı ilə bu panel müzakirələr keçirilir və siz özünüz də dəfələrlə şahid olmusunuz ki, bu panel müzakirələrdə heç bir fermerimizin, heç bir zəhmətkeşimizin sualı cavabsız qalmır. Və sevindirici haldır ki, təbii ki, bir çox problemlər elə məsələ yerində də həllini tapır, çünki aidiyyatı şəxslər, lazım olan şəxslər
hər zaman o paneldə iştirak edir və artıq bir növ fermerlərimizin belə deyək də bütün suallarını cavablandıran bir platforma çevrilmişdi. Aqrar sahədə dövlətin dəstək panel müzakirəsi və mən fürsətdən istifadə edərək sizə, Real TV-yə, Aqrar İnkişaf Agentliyi təşəkkür bildirmək istəyirəm ki, fermerlərimiz üçün bu şəraiti yaradırsınız. Bizim nazirliyin digər hissəsində balıqçılıq, akvakultura mərkəzi geniş Bizim şəkildə, dayandığımız nöqtədən sol tərəfdə bəli, yerləşir. geniş Bilmirəm, şəkildə- kadrlarda bunu geniş görmək şəkildə mümkün təmsil yoxdur, amma olunur. çox gözəl orada akvarium var və balıqlar Bilirsiniz ki, keçəndən başlayaraq balıqçılıq istiqaməti də Kənd Təsərrüfatı Nazirliyi mandatına daxil Bəli, olmuşdur. Bizdə yeni yaranan balıqçılıq, akvakultura mərkəzi həm balıqçılığın inkişafı, həm biomüxtəlifin qorunması istiqamətində burada 3 gündür ki, artıq bizim ictimaiyyətə, sərgi iştirakçılarına məlumat verirlər. Bizim orada akvariumda bir-birindən maraqlı balıq növləri nümayiş olunur, sərgilənir ki, hansı ki, sərgi ziyarətçilər üçün də çox maraqla qarşılanırlar. Çünki çox vaxtı bizim belə deyək, sərgi iştirakçılarımız həmin balıqları ya bazarlarda rast gəlirlər, ya da ki, televiziya vasitəsilə görürlər. Amma burada canlı olaraq bütün bu müxtəlif balıq növlərini seyr etmək, müşahidə etmək təbii ki, o da bir maraq yaradıb sərgi iştirakçıları üçün. Bizim nazirliyin stendində çox maraqlı bir güşə var. Bu süni zəka layihəsi ilə bağlıdır ki, hansı ki, bilirsiniz ki, rəqəmsallaşma prosesi bütün sahələrdə baş verir və Kənd Təsərrüfatı Nazirliyinin də gördüyü işlər süni zəkanın təbliği, rəqəmsallaşma proseslərin sürətləndirilməsinə təbii ki, birbaşa olaraq təsir edir və bəlkə də kənd təsərrüfatı o nadir sahələrdən biridir ki, burada həm süni intellektin tətbiqi, həm rəqəmsallaşma prosesləri təbii hal kimi daşıyır. Çünki bilirsiniz ki, bir çox məlumatlar var, datalar var, minlərlə, yüz minlərlə fermerlər var, onların əkdiyi, becərdiyi məhsullar var, torpaq sahələri var və burada təbii ki, data çox olduğundan burada bu datanı düzgün təhlil edərək fermerlərimizin qabaqcadan, öncədən məlumatlandırma sisteminin təbii ki, onlara bildirməsi də önəmlidir ki, çünki bizim bu fermerlərimiz hər hansı bir əkin əkdikdə, becərdiyində təbii ki, burada iqlim dəyişikliyi, hava şəraiti, torpaqda olan dəyişikliklər hamısı fermerlərimiz üçün lazımdır ki, onlar öz əkinini, biçinini öncədən proqnozlaşdırsınlar və bizim artıq süni zəka layihəsi çərçivəsində 30-dan çox modullarımız müəyyən olunmuşdur ki, onlardan artıq 12-si, 13-ü test rejimindən keçib və artıq pilot layihəsi olaraq bir neçə bölgədə uğurla sınaqdan keçmişdir və bizim həmin bu nazirliyin stendində süni zəka layihəsi haqqında ictimaiyyətə geniş məlumat verilmişdir. Əldə olunan ilkin nəticələr bölüşür bütün bizim sərgi iştirakçılarına və düşünürəm ki, burada bizim sərgi ziyarətçiləri üçün maraqlı olan digər hissə bizim bölgələrdə təşkil etdiyimiz aqrar biznes festivalları, məhsul festivalları haqqında məlumatın verilməsidir. Bizim nazirlik tərəfindən həyata keçirilən könüllülük proqramlarıdır ki, hansı ki, bir çox gənclərimiz aqrar sahəyə öz töhfəsini vermək üçün aqrar inkişaf könüllülərinə qoşularaq burada öz dəstəyini, öz töhfəsini verə bilər. Həmçinin burada bizim azad olunmuş ərazilərdə bilirsiniz ki, minlərlə soydaşımız öz torpaqlarına qayıtmışdır. Onlar artıq təsərrüfatla məşğuldurlar və burada bizim fermerlərimiz üçün hansılar ki, öz torpaqlarına qayıdıblar. Orada onlar üçün investisiya müsabiqələr keçirilmişdi. Artıq 2 belə investisiya müsabiqəsi keçirilmişdi və orada həmçinin bizim fermerlərimizin maarifləndirilməsi istiqamətində də böyük işlər görülür. Onlara təlimlər keçirilir və investisiya müsabiqəsində iştirak edən və uğurla nəticə əldə edən fermerlərimiz bütün o iştirak elədiyi təlimləri uğurla başa vurmuşdur. O da şərtlərdən biridir. Həmçinin də burada bizim investisiya müsabiqələrində iştirak edən fermerlərimizin kiçik ailə təsərrüfatı və ya kooperativin yaradılması istiqamətində də böyük təbliğat, maarifləndirici işlər gedir və üstünlük o təsərrüfatlara verilir ki, hansı ki, kooperativ şəklində orada fəaliyyətə başlayacaqdır. Bizim ümumiyyətlə Azərbaycan torpaqlarının konsolidasiyası istiqamətində aparılan layihə haqqında geniş ictimaiyyətə məlumat verilmişdir. Xüsusən də torpaqların konsolidasiyası istiqamətində həyata keçirilən pilot layihə və ümumilikdə nazirliyin bütün tabe qurumları, bütün istisnasız olaraq kənd təsərrüfatı sərgisində böyük uğurla təmsil olunublar. Yeri gəlmişkən bizdən sağda da burada aqrar tədarük və təchizat onların da maraqlı stendi var. Aqrar Xidmətlər Agentliyi. Aqrar Xidmətlər Agentliyi, bizim burada AKİA, Aqrar Sığorta Fondu, Aqrar Tədqiqatlar Mərkəzi və bir sıra elmi tədqiqat institutlarımız, bütün nazirliyin tabeli qurumları burada təmsil olunub və bu da təsadüfi deyil. Çünki sərgi kənd təsərrüfatı təyinatlı sərgidir və burada bütün qurumların, həm dövlət qurumlarının, həm özəl qurumlarının vahid şəkildə təmsil olunması təbii ki, həm sərgidə iştirak edən özəl şirkətlər üçün maraqlıdır, önəmlidir. Həmçində xaricdən gələn burada
iştirak edən şirkətlər üçündür. Və ümumiyyətlə qeyd etmək istəyirəm ki, Caspian Agro Week sərgisi bu dövlət, özəl, yerli və xarici şirkətlərin bir araya gəldiyi və əməkdaşlıq imkanlarını daha da inkişaf etdirmək üçün yaradılan bir platformadır artıq. Çox sağ olun Anar müəllim. Mən istəyirəm bizə yeni baxan, bax bu dəqiqədən etibarən qoşulan tamaşaçıları salamlayın, fermerləri salamlayın və deyim ki, biz hal-hazırda Bakı Expo mərkəzindəyik. Burada ilin ən böyük kənd təsərrüfatı və qida sərgisi keçirilir. Kənd təsərrüfatını yönümlü bizim proqramımız olduğuna görə, fermerin real dostu olduğumuza görə məhz elə biz də düşündük ki, fermerin real dostlarınla bərabər Kənd Təsərrüfatı Nazirliyinin stendindən bax buradan canlı olaraq sizin üçün proqram yayımlayaq dəyərli əziz zəhmətkeşlər. Mən biraz əvvəl də gəzdim. Kifayət qədər çoxlu maraq var fermerlərin, sahibkarların, fərqi yoxdur adi insanların gəlirlər. Bax bu tədbirin, sərginin keçirilməsində çox böyük zəhmət, məsuliyyət və ağır iş yaxşı mənada düşür Kənd Təsərrüfatı Nazirliyinə və onun tabeli qurumlarına. Bu mənada Aqrar İnnovasiya Mərkəzinin də təbii ki, fəaliyyətini və zəhmətini yüksək qiymətləndirmək lazımdır. Anar müəllim, sizin timsalınıza Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov fermerin real dostunda qonaqdır. Mən düşünürəm ki, bizim hələ biraz da danışmaq fürsətimiz var. Əlavə suallarım olacaq. Anar müəllim, biraz əvvəl qeyd elədiniz, müxtəlif ölkələrdən. Bu ölkələrin sayı varmı? Bu il hansı ölkələr birinci dəfədə Azərbaycana gəlirlər? Məhz Caspian Agro Week-də iştirak edirlər. Təxminən istəyərdim ki, bununla bağlı danışaq. Şirkətlər hansı şirkətlərdir? Sayı varmı? Zəhmət olmasın. Biz kənd təsərrüfatına işləyirik və biz son dövrlərdə dəqiq kənd təsərrüfatı istiqamətində işlər həyata keçiririk nazirlik olaraq. Ona görə də bizim təxmini rəqəmlər yox, dəqiq rəqəmlərlə mən sizinlə bölüşmək istəyirəm. Bizim keçən il əgər 31 ölkə təmsil olunurdusa, bu il bizim artıq iştirak edən ölkələrin sayı 45-dir və 447 şirkət təmsil olunur burada. Və təbii ki, biz qürur duyuruq ki, artıq bizdə yeni qitələrdən qoşulan ölkələr də var. İlk dəfə olaraq bizim Caspian Agro Week sərgisində Braziliya öz milli pavilyonu ilə təmsil olunmuşdur. İlk dəfə olaraq Şimali Kipr, Efiopiya və bir sıra ölkələr hansılar ki, ilk dəfə burada olan şirkətləri iştirak edir. Əgər keçən il bizim 8 milli pavilyonumuz təmsil olunurdusa, bu il o milli pavilyonların sayı 10-a çatmışdır. Və biri-birindən maraqlı, rəngarəng həm xidmətləri, həm məhsulları ilə təmsil olunurlar və təbii ki, burada bu ildən başlayaraq bizim ölkələrin artımında müsbət dinamikanın olması təbii ki, həm də bu Caspian Agrodan Caspian Agro Week-ə keçidlə bağlıdır ki, artıq bizim bu xaricdən gələn qonaqlar üçün təkcə sərgi deyil, o cümlədən də qlobal səviyyədə müzakirə olunan məsələlərin müzakirə olunmanın bir platformasına çevrilmişdir. Çünki burada həm panellər, həm forumlar, həm konferanslar keçirilir. O cümlədən də sahə səfərləri bizim xarici şirkətlər də maraqlıdır. Çünki birbaşa olaraq xaricdə, yəni bizim xaricdən gələn qonaqlarımız üçün xarici təcrübənin yerində öyrənilməsi məsələsi də çox önəmlidir. Və mən düşünürəm ki, gələn ildən bizim onun nəzərinə çatdırmaq istəyirəm ki, bizim gələn il Caspian Agro Week sərgisinin yubiley sərgisidir və artıq biz bu sərgi bitən kimi bu yubiley sərginin keçirilməsi istiqamətində işlərə başlayacağıq. Və ümumilikdə görürsünüz ki, saat 6-ya qalıb, amma sərgi ziyarətçiləri çoxdur. Fərq qədər çoxdur. Demək olar ki, bütün hər stendin qarşısında adamlar çoxdur. Ziyarətçilər var, hər kəs iş başındadır və bu özü bir göstəricidir ki, sərgiyə olan maraq nə qədərdir. Və düşünürəm ki, bizim sabah yekun sərgimiz... Yeri gəlmişkən, sabah hansı proqramlar var? Vaxtımızın, verilişimizin sonuna çox az qalıb. İstəyərdim ki, bax bununla da bağlı sizdən eşidək. Hansı proqramlar var, nələr nazirdə tutulub? Dünən, mən qısa məlumat verim, dünən bizim həm nazirlər səviyyəsində konferans keçirilmişdir. Orada xatırlatmaq istəyirəm ki, 4 xarici ölkənin naziri təmsil olunmuşdur. Dünən Agrobiznesin inkişafı forumu keçirilmişdir. O forum artıq yubiley 5-ci forum idi. Bugün 3-cü beynəlxalq Aqrar İnnovasiya forumu keçirilmişdir. Orada süni zəka, dəqiq kənd təsərrüfatında aparılan işlər, islahatlar, o cümlədən müxtəlif istiqamətli, o cümlədən də bizim aqrar sahədə media, PR, blogerliklə məşğul olan şəxslər üçün də bir panel təşkil olunmuşdur. Siz də orada təmsil olunmuşsunuz və düşünürəm ki, kifayət qədər aktual məsələlər müzakirə olunmuşdur. Hal-hazırda bizdə aqroparklarla bağlı bir panel müzakirəsi gedir. Bilirsiniz ki, aqroparklarla da bağlı son dövrlərdə aktiv şəkildə iş gedir.
fürsətdən istifadə qeyd etmək istəyirəm ki, bizim bu nazirliyin stendinə yaxın ərazidə bizim bölgələrdə təşkil etdiyimiz məhsul festivallarında təmsil olunan bölgələri də aktiv şəkildə təmsil olunur. Həm orada Naxçıvan Muxtar Respublikası, Masallı, ilk dəfə olaraq bizim bu sərgidə Nar İstehsalçılar Assosiasiyası arıcı stenddə təmsil olunub. Bizim burada Azərbaycanda Qadın Sahibkar İnkişafı Assosiasiyası, yəni assosiasiyalar ilk dəfə olaraq burada müstəqil olaraq stenddə təmsil olunub. O cümlədən bizim burada bir sıra dövlət qurumları da əlavə olunmuşdur sərgidə. Dövlət Məşğulluq Agentliyi, Peşə Təhsil Dövlət Agentliyi, hansı ki, onların da iştirakı sərgiyə ümumi bir əlavə bir stimul vermişdir. Stimul və rəng qatır. Və sabah bizim burada həmçinin bugün Sığorta Fondu ilə Bakı Dövlət Universiteti arasında birgə fəaliyyətə dair bir biznes forum keçirilir hal-hazırda və sabah bizim yekun tədbir olaraq aqronomların ikinci beynəlxalq forumu təşkil olunacaqdır. Bu bir növ ümumi olaraq sərgidə keçirilən forumlara bir yekun vurulacaqdır, yekun bağlanış tədbiri olacaqdır. O cümlədən ADA Universiteti ilə Aqrar Tədqiqatlar Mərkəzi arasında əməkdaşlıq çərçivəsində beynəlxalq bir forum keçiriləcəkdir. Ümumilikdə qeyd etmək istəyirəm ki, sərgi artıq 4 gün təşkil olunduğu üçün əlavə tədbirlər də sərgi boyunca təşkil olunur. Burada bir sıra beynəlxalq yarışmalar təşkil olunur. Şah milli plov yarışması həyata keçirilir, burada davam edir. Onun da birazdan biz qaliblərini artıq biləcəyik kimlərdir. Və ümumilikdə bizim o sərgidə bir sıra özəl sektorun stendlərində də maraqlı yarışmalar keçirilir və bizim sərgi iştirakçılar üçün də həmin o yarışmalarda iştirak edib qalib gələrək də hədiyyələr qazanmaq imkanı var. Bəli. Anam, mən sizə minnətdaram. Çox sağ olun. Bilirəm ki, işiniz çoxdur. Burada ümumiyyətlə həyat qaynayır. Yəni Kaspian Agrovikdə Bakı Expo mərkəzində bir dəqiqə vaxt belə çətin tapılır sözün əsl mənasında. Bu zaman, baxmayaraq ki, zamanınız az idi, gəldiniz və həm də Fermerin Real dostunda bizim tamaşaçılara, fermerlərə, zəhmətkeşlərə ətraflı məlumat verdiniz. Sizə minnətdaram və işlərinizdə uğurlar arzulayıram. Çox sağ olun. Mən də fürsətdən istifadə edərək bizim sabah sərgimizin yekun günüdür. Kim ki, hələ ki bu sərgi gəlib baş çəkməyib, dəvət edirəm ki, sabah sərgiyə gəlin, baxın, maariflənin, öyrənin və hədiyyə də qazanmaq imkanı var, onu da dəyərləndirin. Çox sağ olun. Əziz fermerlər, dəyərli zəhmətkeşlər, hörmətli tamaşaçılar, biz ilk dəfə idi ki, Fermerin Real dostunun Real televiziyasında studiyada yox, məhz Bakı Expo mərkəzində Kaspian Agrovik sərgisindən canlı olaraq sizə təqdim etdik. Hal-hazırda Kənd Təsərrüfatı Nazirliyinin stendinin qarşısındayım. Verilişimizin vaxtı məhduddur, yekunlaşır, amma sərgi, yəni Kaspian Agrovik yekunlaşmır. Sabah sonuncu gündür. Mən də Fermerin Real dostu olaraq bütün fermerləri, sahibkarları, hər kəsi, hamını bu sərgiyə dəvət edirəm. Gələn həftə Fermerin Real dostunda görüşəcəyik. Hələlik.